Tutaq ki, ərazidə hər hansı bir təhlükəli işçi rastlaşır və bu barədə bir observation dediyimiz yazılı məlumat verib rəhbərliyə. Amma tədbir görülməyib və nəticə etibarilə ölüm hadisəsi baş verir. Mən daha ən pis nəticələri sizə deyirəm ki, yəni güncələr artıq məlum məsələdir. Ölüm hadisəsi baş verib artıq. Yəni bu halda, bu vəziyyətdə fərdi məsuliyyət necə qiymətləndiriləcək? Yenə də, yəni fərdi məsuliyyət, SƏTƏM-in məsuliyyəti orada nədən ibarətdir? Bizim müvafiq göstəriş formamız var da, yəni o yenə də həmin tövsiyələrə gəlib çıxırıq. Çünki bizim konstitusiyamızdır da, yəni mənim mühafizəçi xidmətin konstitusiyasıdır o. Bizim orada axırda əlavədə bizim göstəriş formamız var. Biz hüququmuzdur ki, mənim mühafizəçi xidmətinin mühəndisi olaraq bizim hüququmuzdur ki, biz vəzifəli şəxslərə və yaxud da ki, digər həmin vəzifəli şəxsin köməkçilərinə və yaxud da digər iş icraçılarına müvafiq əmək mühafizəsinə dair pozuntuların aradan qaldırılması icbari, məcburi, yəni icrası məcburi olan göstəriş verək və bunu sənədləşdirək. Sözlə yox. Mənim bir rəhbərimin bir sözü vardı, deyirdi ki, sözü qovluğa tikmək olmur da. Yəni sən sənədləşdir ki, sənin sübutun olsun. Və biz göstəriş formasında yazıb veririksə və rəhbər göz ardına, qulaq ardına vurursa, eləmirsə, o artıq onun fərdi məsuliyyətinə çevrilir. Yəni onu eləməyə bilər. Yəni biz iş bizdən çıxıbsa, bəli. Biz bir mənalı olaraq amma yəni bizim də axı hüququmuz var. Biz görmüşüksə, gizlətmişiksə, artıq bizim fərdi məsuliyyətimiz. Orada bizim bu yazıq təqdim eləyəndə məlumatlarda hər hansı bir təhlükə icbari, məcburi olan göstərişləri. Orada bir vaxt qoyuruqmu ki, məsələn? Var, orada var, vaxt var. Yəni biz deadline kimi qoyuruq ki, bu məsələn indi vəziyyətdən asılı olaraq biz axı vəziyyəti dəyərləndirməyə də bacarmalıyıq da, time management deyək ki, bu məsələn elə bir problemdir ki, biz fakt bilirik ki, bunu 3 gün eləyə bilməyəcək. Bəli. Orada məsələn böyük bir maliyyə, axı büdcət məsələləri var. Qoyuruq məsəl üçün 1 ay, 1 il. Bəli, qoyuruq 1 ay, hə. Amma onu eləməlidir. Öz büdcətinə salmalıdır. Nə edərsə də o onu yəni məcburi, icbari, yəni onun icrası məcburi olmalıdır. Gözəl. Amma vaxt qoyulmalıdır. Yəni biz vaxt mütləq vaxt qoyulmalıdır. Bəli.